Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebina Muhammedin ve ala alihi ve men istenne bi sünnetihi ile yevmiddin. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana. İnneke entel alimul hakim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli aziz kardeşler, iman kardeşlerimiz, hoş gördük her bir bizi. Allah'a şükürler olsun. Həmd olsun Allah'a ki, Allah Teala bizim üçün belə gözəl məclisləri, xeyirli, bərəkətli, faydalı məclisləri asanlaşdırır. Bütün nemətlər Rəbbimiz olan Allahdandır. Necə Allah Teala özü öz kitabında buyurur ki, وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ Sizdə olan hər bir nemət Allahdandır. Həmd olsun Allah'a ki, Allah Teala bizi hidayət eləyib, doğru yola yönəldib, asanlaşdırıb bizim üçün imanı, tövhidi, sünnəti, salih əməli, zikrin məclislərini, xeyrin yollarını, faydaları, hər birisini Allah Teala bizim üçün asanlaşdırıb. Müvəffəqiyyətidir Rəbbimizin bizə. Ona görə daim Allaha şükr eləməli, Allaha ibadətləri, itaətləri artırmalıyıq ki, Allah da Subhanahu ve Teala bizə verdiyi vədi yerinə yetirsin. Nədir Allah Taala'nın vədi əziz qardaşlar? وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَإِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ وَلَإِنْ كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ Allah Teala buyurur ki, Quran-ı Kerimdə, əgər siz şükür etsəz, sizə olan nemətlərimi artıraram. Əgər nankörlük etsəz, bilin ki, mənim əzabım şiddətlidir. Həmçinin bu ayə inşallah mövzumuzda toxunacağıq. Allahın əzabının olmasını göstərir. Göstərir ki, Allah Teala'nın əzabı var. Bəzi adamlar dolayısı yolla inkar eləsələr də Allahın əzabını, lakin var. Allahın əzabı var. Allah Teala'ya əzabından sığınırıq. Və sizə qardaşlar, özümə və sonra sizə xatırlatmaq istədiyim mövzu Allahın bizə Quran-ı Kerimdə tövsiyə elədiyi və əmr elədiyi bir mövzudur. O da təqvadır, Allah qorxusudur. Allah Teala Quran-ı Kerimdə bir çox yerdə özündən qorxmağı bizə əmr edib. Lakin Allah qorxusu deyəndə, dəyərli qardaşlarım, necə başa düşülür Allah qorxusu? Necə Muhammed sallallahu aleyhi ve sellem izah eləyib? Necə sahabələr başa düşüb? Necə onlardan sonra gələnlər başa düşüb? Allah qorxusu o demək deyil ki, bir insan evində otursun, evindən çölə çıxmasın və qəlbi qorxusun Allahdan, titrəsin və sığılsın bir küncdə otursun. Allah qorxusu bu deyil. Allah qorxusu Allahın əmir və qadağalarını yerinə yetirməkdir. Əmirlərin yerinə yetirib qadağalarından çəkinməkdir. Ne üçün bunlara deyir inşallah biraz sonra toxunacağıq o məsələlərə. Çünki Allahın qorxusunu inkar eləyənlər var. Ki Allahdan niyə görə qorxmalısan? Lazım deyil Allahdan qorxmaq. Allah qorxusu, Allah qorxusu, Allah qorxusu. Lazımdır. Sənə lazım deyilsə bizə lazımdır. Allah bizdən istəyib. Allah bizdən istəyib ki, aleykümselam, Allahdan qorxaq. Və min əhəmmi səmərati təqvə fil həyati dünya. Əziz qardaşlarım, Allah qorxusunun dünyada faydaları, əhəmiyyətli faydaları, səmərələri var. O səmərələrdən dəyərli qardaşlarım, kim Allahdan qorxsa, Allah Teala ona çıxış yolu açar. Hər bir sıxıntıdan çıxış yolu açar. Ağlına gəlmədiyi yerdən Allah ona ruzu verər. Bu Allah Teala'nın özünün Talaq surəsində olan vədidir. Allah Teala buyurur ki, وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مَخْرَجًا Kim Allahdan qorxarsa, يَجْعَلْ لَهُ مَخْرَجًا Allah ona çıxış yolu açar. وَيَرْزُقُهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبْ Allah onu ağlına gəlməyən yerdən ruzulandırar. Və ruzu qardaşlarım necə bilirsiniz tək? Maddiyyat deyil, ruzu çox şeydir. Ruzu elə doğru yolda olmaqdır. Tövhiddir ruzu, sünnətdir ruzu, imandır, ədəbdir, əxlaqdır, salih qadındır, salih evladdır, halal yemək, içmək, doğru yol üzərində, istiqamət üzərində olmaq elə ən böyük ruzulardandır. Bəzi insanlar elə deyirlər ki, məsələn, yəni Allah çıxış yolu açar, yəni pullarını çoxaldır. Bu da daxildir, lakin tək o deyil. Daha geniş və ümumi mənadadır. Həmçinin təqvanın faydalarından əziz qardaşlar,
teysirul umur. Hələ bunlar dünyada olan faydalarıdır. Değerli kardeşler, dünyada olan. İkinci faydası işlerin asanlaşması. Kim Allah'tan qorxsa, Allah onun işlerini asanlaştırar. Ve bu da dəlillə. Dikkat eləsəz değerli kardeşler, her bir meselenin Allah'ın kitabından dəlili var. O kəslər ki, iddia edirlər ki, her şeyi Kur'an'dan götürmək lazımdır. Əslində biz elə her şeyi Kur'an'dan götürürük. Ne danışırsa dəlil. Bir mesele dəlili, ikinci mesele dəlili, üçüncü mesele dəlili. Her bir şeyin dəlili var. Bu da Allah'ın bize öğrettiğidir. Allah Teala Bəqərə surəsində buyurur ki, Allah Teala buyurur ki, Bəqərə surəsində Aleykümselam. Allah Teala buyurur ki, وَقَالَتِ الْيَهُودُ وَالنَّصَارَ لَنْ يَدْخُلَ الْجَنَّةَ إِلَّا مَنْ كَانَ هُودًا اَوْ نَصَارًا. Əhl-i kitab deyir ki, cənnətə yalnız biz daxil olacağıq. Allah Teala buyurur ki, tilkə əməniyuhum. Bu onların xam xəyallarıdır. Onlar xəyal qurublar ki, biz daxil olacağıq. Allah onlara meydan oxuyur. Qul hatu burhanakum in kuntum sadiqin. Doğru danışırsınızsa dəlil gətirin ki, cənnət sizə aiddir. Heç bir dəlil yoxdur. Cənnətlikləri Allah təyin eləyir. Cənnətlikləri aləmləri Rəbbi olan Allah təyin eləyir. Heç bir insan, heç bir imam, heç bir peyğəmbər, heç bir evliya, heç bir qəbir, daş, ağac bu şeyi eləyə bilməz. Allahdır mükafatlandıran. Və diqqət edəsəz hər bir şeyin dəlili var. Hardan? Elə Qur'an-ı Kərimdən. Buyurur ki, Allah Teala işlərin asanlaşması barədə təqvalı olanlar olsun. وَمَنْ يَتَّقِ اللّٰهَ Kim Allah'tan qorxarsa يَجَعَلْ لَهُ مِنْ əmrihi yusra. Allah onun işini asanlaşdırar. Allah'tan qorxmağın xeyrinə bax. Allah sənin işlərini asanlaşdırır. Üçüncü faydası Allah qorxusunun el-hidayetü lil-ilmin nafi'. Kim Allah'tan qorxsa faydalı elmə müvəffəq ola bilər. Buyurur ki, Allah Teala Kur'an-ı Kerim'de وَاتَّقُوا ve yuallimukumullah. Allah'tan korkun, Allah sizi öğretsin. Bəqərə surəsi 282. ayet. Təqva səbəbdir insanın elm öğrenmesine. Həmçinin digər ayədə Allah Teala Enfal surəsi 29. ayda buyurur ki: "İn tettaqullaha yec'al lekum furqana." Eğer siz Allah'tan qorxsanız, Allah size furqan, hakkı batilden ayırt eden kabiliyet verer. Nimete bak. Allah Teala sana elə bir kabiliyet verer ki, sen hiss eləyərsən ki, karşındaki səni aldatmaq istəyir. O sənə hile qurmaq istəyir. Yaxşı, necə əldə eləmək olar bu qabiliyyəti? İn tettaqullah, Allah'tan qorxmaqla, həmçinin təqvanın faydalarından insanın bəsirətli olmasıdır. Elə bu ayəyə daxildir. Bəsirətli olmaq, yəni bilmək, elm üzərində olmaq. Həmçinin təqvanın faydalarından Allahın məhəbbətini, mələklərin məhəbbətini, həmçinin digər insanların məhəbbətini, yəni insanların məhəbbətini qazanırsan. Allah Teala buyurur ki, Kur'an-ı Kerim'de Tövbə surəsi 4. ayədə İnnallaha yuhibbu. Allah sevir. Kimi? El-muttaqin. Allah'tan qorxanları. Allah sevir kimləri? Allah'tan qorxanları. Bir dənə ayə yoxdur Kur'an-ı Kerim'də ki, Allah Teala sevsin kafirləri, mücrimləri, zındıqları. Allah Teala sevsin Kur'an-ı Kerim'i inkar eləyənləri. Allah Teala sevsin gecələri, gündüzləri, aləmləri Rəbbi olan Allah'a asili eləyənləri. Allah Teala sevmir. Allah sevir kimləri? Muttəqiləri. Muttəqilər kimlərdir? Əmirləri yerinə yetirib qadağalardan çəkinənlər. Muttəqilər kimlərdir? Gizlini və aşkarı Allah ilə eyni olanlar. Allah Teala sevməz ikiyüzlüləri və münafiqləri. Həmçinin başqa ayədə Allah Teala buyurur ki, İnnellezine amenu ve amilus salihat seyec'alu lehum ar-rahmanu vudda. İman gətirib salih əməl edənlər üçün mərhəmətli Allah sevgi qoyacaq, sevgi yaradacaq. Allah Teala sevgi qoyacaq yaratdıqlarının qəlbində. Hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, İdə əhəbballahul abd. Əgər Allah Teala bir qulu sevərsə, nədə Cibril?
Cəbrail əleyhissalama nida eləyər. İnnallaha yuhibbu fulanan fa ahbibhu. Allah filan qulu sevir. Sən də onu sev. Fa yuhibbuhu. Cəbrail əleyhissalam da onu sevər. Sonra buyurur ki Peyğəmbər sallallahu əleyhi və səlləm fa yunadi Cibrilu fi əhlis səma. Cəbrail əleyhissalam səma əhlinə nida eləyər. İnnallaha yuhibbu fulanan. Allah filan qulu sevir. Fa ahibbuhu. Siz də onu sevin. Feyuhibbuhu ehlus sema. Sema ehli onu sever. Sonra yuda'u lehu el-qabule fil ard. Sonra buyurur ki Muhammed sallallahu aleyhi ve sellem Allah Teala yerdeki məxluqlarının da qəlbində onun üçün sevgi qoyar. Aləmlərin Rəbbi olan Allah sən ona iman gətirdiyinə görə, əmrləri yerinə yetirib qadağalardan çəkindiyinə görə şəxsən özü səni sevəcək. Müttəqi olduğuna görə səni sevəcək. Sonra mələklərin qəlbində arasında sənin üçün sevgi yaradacaq. Onlar da səni sevəcəklər. Və bununla da bitmir. Yer üzərində Allah Teala insanların qəlbində sənin üçün sevgi qoyacaq. Qəlblər kimin əlindədir qardaşlar? Allahın. İnnə qulubə bəni Ədəm beynə usbuayni min asabi'ir rahman. Adəm evladlarının qəlbləri mərhəmətli Allahın barmaqlarından iki barmağı arasındadır. Yuqallibuha keyfə yəşə. İstədiyi kimi çevirir Allah Teala. Narazıları razı salır. Yeri gələndə nə lazımdır Allah Teala eləyir. Bizə biraz qəribə gəlsə də eləyir Allah Teala. Dünən səni sevməyən, nifrət eləyən, adlar qoyan və s. Elhamdülillah bugün sənə etibar eləyir. Lakin bu bəzilərin xoşuna gəlmir. Ki sələflər hər yerdə sələflərdir. Orada sələflər, burada sələflər, işləyənlər sələflər, hara gedirsən sələflər, avtobusla minirsən sələflər, bərbərdədir sələfidir, taksidədir sələfidir. Adam narahat olur. Rəbbi onlara vəd verir. İnnəl-ləzīnə əmənu səyəcəlu ləhumur-rəhmənu vuddə. Bu ayəni Allah Teala vədini yerinə yetirib. Sən niyə narahatsan ki? Ne üçün narahatsan? Rəbbi onlara vəd verib ki, iman gətir, salih əməl elə, səni özüm sevəcəm. Və sənin üçün mələklərdə sevgi qoyacam. Sonra yerdəkilərin də qəlbində sənin üçün sevgi yaradacam. Rəbbi vədi yerinə yetirib. Sən də narahatsan. Hətta bəzən deyir ki, məsələn, xütbələrin əvvəlində, dərslərin əvvəllərində, sonunda dua eləyirlərdir. Dövlətə, başçıya, məmurlar üçün dua eləyirlər. Məsələnidir, örtbasdır eləməksinlər. Yəni, hansı məsələni örtbasdır eləyirik? Əqidəsi, mənhəci sağlam olan sələfi. Sələfidən gedir. Sən bilirsən sələfi kimdir? Hər özünə sələfi deyəndən danışmır. Sələfi. Quran, sünnə sələfi, salih sələflərin fəhmi üzərində olan sələfiləri hamı tanıyır. Onlara etibar eləyir. Umumi hamıda xəta var. Sən ola bilsin, hansı sələfidə əxlaqında zəifliyi görə bilərsən, danışığında kobudluq görə bilərsən. Lakin bu hamıda ola bilər. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellem deyir ki, buyurur ki, hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem kullu ibn Ədəmə xatta və xayru xatta'inə təvvabun. Hər bir Adəm evladı nədir? Xəta eləyəndir. Ən xeyirliləri, yenə də Allahın lütfüdür ki, xətakardır, içindən ən xeyirləri çıxar. Tövbə eləyənlər. Tövbə eləyirdi Allaha. Allah tövbə eləyir, Allahla səmimidir. Sən narahat olmuşsan ki, hər yerdə sələflərdir. Duanı elə sələfilər eləyir. Sələfilərdən başqa bir nəfər, elə sənin özün. Bir dəfə görməmişik. Dövlət başçısı üçün dua eləyəsən, ölkənin əmin-amanlığı üçün dua eləyəsən, Allahdan ölkəyə xeyirlər istəyəsən, səni qoruyan o əskərlərin qədəmlərinin sabit olması üçün Allaha dua eləyəsən, bir dəfə səndən görməmişik. Lakin biz bunları eləyirik. Və bu da xeyirdir. Dinimiz bunu bizə öyrədib, əqidəmiz bizə öyrədib. Allahın təriflədiyi alimlər bunu bizə öyrədib. Fəsəlu əhlə zikri in kuntum la ta'lamun. Allah Teala deyir ki, bilmirsiniz, bilənlərdən soruşun. Alimlər bizə öyrədib ki, başçı müsəlmandırsa, onun üçün dua eləyin. Ləu. Alim buyurur ki, İmam Əhməd Rahiməhullah, həmçinin Fudayl ibn İyad Rahiməhullah buyurur ki, əgər mənim bir qəbul olunan duam olsaydı, ləsaraftuha lis-sultan, başçı üçün edərdim onu. Niyə görə? Başçının islahı ictimaiyyətin islahıdır. Bu şüarla dua eləyirik. Heç bir hilə yoxdur. Nə hilə varsa, nə görmürsənsə sələfilərdə az göstər, biz də bilək. Əks halda yalan danışırsan.
Əks halda yalan danışırsan. Və zahiri bizdən olub, əqidəsi, mənhəci bizdən olmayanları qəsd edirsənsə elə ən böyük mübarizəni onları biz aparır. Elhamdülillah. Adam narahatdır. Narahatdır, böhtanlar atır və bizi pis göstərmək istəyir. Vallahi alınmayacaq. Çünki Allahın uzaqdığını sən alsalda bilməyəcəksən. Uzaldan Allahdır. وَمَنْ يُهِنِ اللّٰهُ فَمَا لَهُ مِنْ مُكْرِمٍ. Allah kimi alçaltsa ona hörmət qoyan tapılmaz. قُلِ اللّٰهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِ الْمُلْكَ مَنْ تَشَاءُ وَتَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشَاءُ وَتُعِزُّ مَنْ تَشَاءُ وَتُذِلُّ مَنْ تَشَاءُ. Mülk Allah'ındır, istədiyinə verir, istədiyindən alır, istədiyini hörmətdə eləyir, izzətdə eləyir, istədiyini zəlil eləyir. Hörmətdə eləyəndən sonra bütün ümmət, Muhammed sallallahu aleyhi ve sellem sahabəyə deyir ki, لَوْ اجْتَمَعَتُ الْأُمَّ عَلَى أَنْ يَضُرُّكَ بِشَيْءٍ لَمْ يَضُرُّكَ بِشَيْءٍ إِلَّا قَدْ كَتَبَهُ اللّٰهُ لَكَ. Bütün ümmət bir yerə yığışsa, sənə zərər vermək istəsə, Allahın yazığından başqa sənə heç bir zərər verə bilməz. Həmçinin təqvanın, qardaşlarım, faydalarından altıncısı dünyada olan faydaları Nusratullahi Teala ve te'yiduhu ve tesdiduhu. Qullarına olan köməyi, yardımı və onların xətalarını, naqisliklərini düzəltməsi və aradan qaldırmasıdır. Allah Teala Hədid surəsi 4-cü ayda buyurur ki: "Və huve ma'akum eynema kuntum." Siz hardasınız? Allah Teala sizinlədir. Alimlər buyururlar ki, Allahın qullarına olan köməyi, yardımı möminlərdən gedir söhbət. Hiyə məiyyətullahil xassa. Allah Teala xas olaraq möminlərlə bir yerdədir. Umumi Allah Teala bütün qullarıyla bir yerdədir. Allah Teala görür. Ələm tərə ənəllaha ya'lemu ma fis semavati və ma fil ard. Ma yekunu min necva salasatin illa huwa rabi'uhum və la khamsatin illa huwa sadisuhum və la adna min zalik və la aksar illa huwa ma'ahum. Allah Teala peyğəmbəri Muhammed sallallahu əleyhi və səlləm ayədə deyir ki, məgər bilmirsənmi, görmürsənmi ki, Allah Teala yerdə və göydə olan hər şeyi bilir. Elə 3 nəfər yoxduğu, 4-cüsü Allah olmasın. 5-in 6-cısı Allah olmasın. Bunlardan az və daha çox Allah onlarladır, harda olsalar. Ümumi Allah bütün qullarıyla bir yerdədir. Lakin möminlərlə xas bir yerdədir. İnnəni ma'akuma əsmə'u və əra. Gedin Fironun yanına, mən sizinlə bir yerdəyəm. İnnə mə'yə Rabbi səyəhdin. Rəbbim mənimlədir, o məni yönəldəcək. Necə Musa ilə salama vəd vermişdi Allah Teala. O dənizə çatanda Allah Teala deyir ki, 2 dəstə bir-birini görəndə, Musa'nın qövmü Fironu görəndə deyirlər ki, ey Musa, innə ləmudrakun. Çatdılar, yetişdilər bizə, bəs Allahın vədi. Allah kömək eləməyi demişdi. Musa aleyhissalam arxain idi, yəqin idi, təvəkkül də möhkəm idi. Deyir ki, kəllə, heç vaxt başına qoymaz, vədinə xilaf çıxmaz. İnnə mə'yə Rabbi, o mənimlədir. Edrib, vur asa bu dənizə. Bunu da inkar edir. Dağa vurdu, qayaya vurdu, qaya yarıldı, 12 dənə çeşmə çıxdı oradan. Onu da inkar edir, deyir, boş şeydir, Quranilər. Lakin Quranilər deyilər, əslində Quranı inkar eləyənlərdir. Çünki ayəni inkar eləyən Quranı inkar edir. Dənizə asanla vur, bu da deyir, boş şeydir. Xurafatdır deyir, hamısını bizə deyir, din adıyla yeridiblər. Təsəvvür edin ki, adam Allahın nazil etdiyi ayələri deyir ki, bizə din adıyla yeridiblər. Əgər sənə din adıyla onu kimsə yeridibsə, o da Allahdır. Allah sənə nazil edib. 7 qat səmanın üzərindən tənzilun min Rabbil aləmin. Aləmləri Rəbbi olan Allahdan nazil olub. Bizdən nazil olmuyor. Bugün dəvət eləyən dindarlar özündən ayət çıxarmayıblar ki. Aləmləri Rəbbi olan Allah nazil edib. Musa aleyhissalam nə deyir? Kəllə mə'yə Rabbi səyəhdin. Rəbbim mənimlədir. Allah Teala dənizi parça-parça elədi. Hər bir yol kəttar-dil azimdir Allah Teala. Əzəmətli bir dağ kimiydi. Sən inkar eləyirsən elə, əlhamdülillah möminlər elə ona iman gətirdiyinə görə mömin sayılırlar. Əlhamdülillah. Allahın köməyidir. Xas köməyi isə möminlərədir. Necə Allah Teala bir çox yerdə Quran-ı Kərimdə bunu bildirir. Həmçinin təqva, qardaşlar, dünyada olan faydalarından bərəkətin insanın həyatında, ömründə, ailəsində, işində, ticarətində, gedməyində, gəlməyində, dəvətində, sözündə, əməlində bərəkət olur təqvalı insanın. Allah Teala buyurur ki ayədə: "Vələv enne ehlel qura amanu vettaqav
lefetehna aleyhim barakatin minəs-səmai vel-ard. Allah Teala buyurur ki, əgər ölkələrin, şəhərlərin, məmləkətlərin əhli Allahdan qorxsalar, iman gətirib Allahdan qorxsalar, nə edərəm deyir? Lefetehna aleyhim barakatin minəs-səmai vel-ard. Yerin və göyün bərəkət qapılarını açaraq. Allah Teala göydən sənin üçün şırıltı ilə yağış yağdırır. Yerdən sənin üçün Allah Teala bulaqlardan sular çıxardır. فَأَخْرَجَ بِهِ مِنَ السَّمَارَاتِ رِزْقًا لَكُمْ. O yağışın səbəbilə növ bitkilər çıxardır. رِزْقًا لَكُمْ. Sizə ruzu olsun deyə. Ruzulandırır Allah Teala. Görsə deyir ki, Allah Teala əgər qorxsalar, iman gətirsələr, bərəkət verərəm onlara. Allah Teala Nuh Aleyhisselamdan danışanda Nuh deyir ki Allah'a فَدَعَ رَبَّهُ اَنِّي مَغْلُوبٌ فَانْتَصِرْ. Ey Rəbbim, məğlub olmuşam, yardım elə. فَفَتَحْنَا أَبْوَابَ السَّمَاءِ بِمَاءٍ مُنْهَمِرٍ. Göyün qapılarını şırıltılı, möhkəm yağışla deyir açdıq. Yağış Allah yağdırır. Elə sən Allahdan qorxduğuna görə Allah Teala sənin üçün bərəkətli yağış endirir. Həmçinin Allah Teala bərəkət verir. Necə qeyd elədiyi alimlər deyirlər, bu ayəyə daxildir, insanın ömrünə Allah Teala bərəkət verir. وَجَعَلَنِي مُبَارَكًا اَيْنَمَا كُنْتُ. İsa Aleyhisselamın adından deyir Allah Teala ki, qövmünə belə demişdi. Harada olursam olum, Rəbbim mənə bərəkətli eləyir. Hər bir sahədə Allah sənə bərəkət verir. Niyə görə? Çünki sən Allahdan qorxursan, Allaha diqqət eləyirsən, onun hörmətini saxlayırsan, necə deyərlər? Onun əmir və qadağasını təzim eləyirsən. Ucaldırsan Allahın əmir və qadağasını, o da sənə bərəkət verir. Bəzi insanlar hiss eləmir, əziz qardaşım. Böyük bir ratibi var, yəni aylıq böyük bir navacibi var. Lakin insan onu hiss eləmir. Bilirsən niyə? Çünki günahları elincə ufta demir. Elə günah eləyir ki, sanki heç kəs onu görmür. Yəni Allahdan qafildir. İqtarabə linnəsi hisabuhum və hum fi qaflətin mu'ridun. Allah Teala ki, insanların hesaba çəkiləcəkləri gün yaxınlaşıb, lakin onlar qəflət içində bundan üz döndərirlər. Adama deyirsən ki, Allahdan qorx, eləmə, Allah görür. Uf demədən eləyir. Əşşi, 5 günlük dünyadır deyir. Yey, iç, hər şey buradadır. Kim oradan gəlib? Gəlib, vallahi gəlib. Allahın ayələri gəlib göydən. Muhammed sallallahu aleyhi ve sellem deyir, gördüm cənnəti, cəhənnəmi. Gəlib. Lakin baxmırsan dinə, maraqlanmırsan. Maraqlansan görərsən ki, nələr gəlib. Həmçinin qardaşlar, 8-ci faydası dünyada olan faydalarından Əl-muttəqul ləhum əl-kəramətu fid-dunya və-səadə fil-əxirə. Muttəqilərin dünyada bir hörməti, ahirətdə isə xoşbəxtçilikləri var. Fəqət bəşşərəhumullahu Teala bi-bişaratin kəsirə. Allah Teala onlara çoxlu müjdələr verib. Ələ innə əvliyə Allahi lə xawfun aleyhim. Bilin ki, Allahın övliyalarına heç bir qorxu yoxdur. Və ləhum yəhzənun. Onlar kədərlənməyəcəklər. Kimdir övliyalar? Kimdir qardaşlar övliyalar? Allah Teala özü izah eləyir. Ayəni ayə ilə təfsir edir Allah Teala. Əllədinə əmənu. O kəslər ki, iman gətirirlər. Və kənu yəttəqun. Və Allahdan qorxurlar. Ləhumul buşra fil həyati dünya və fil əxirə. Onlar üçün dünyada və axirətdə nə var? Müjdə. Sevindirici xəbər. Əbədi cənnət. Rəbbi görmək. Muhammed sallallahu aleyhi ve sellem'i görmək. Kimləri görəcəksən orada? Hamısı müjdədir vallahi. Elə bu səni həvəsləndirir oraya üçün salih əməllər eləməyə, təqvalı olmağa. Həmçinin təqvanın faydalarından dəyərli qardaşlarım, başqa bir ayədə Allah Teala müminin müjdələnməsindən danışır. İnnellezine qalu rabbunallahu thumma istaqamu. O kəslər ki, Rəbbim Allahdır deyirlər, sonra doğru yolda olurlar. Tətənəzzəlu aleyhimul mələikətu. Ölüm anında mələklər onlara nazil olar. Əllə təxaf, onlara deyər ki, qorxmayın. Və lə təhzənu, kədərlənməyin, qorxmayın. Ölümdən sonra nə olacaqsa, kədərlənməyin. Dünyada qoyub getdiklər bizə görə. Və əbşiru bil cənnətilləti kuntum tuadun. Sizə vəd verilən cənnətlə sevinin, müjdələnin. Kuntum tuadun deyir Allah Teala. Dünyada sizə vəd vermişdi. Eləsəz əməlləri qadağalardan çəkinsəz, sizin üçün nələr var? Ölüm anında deyir ki, nə söz vermişdim? Gedirsən ora. Gedirsən onları qovuşmağa. Hətta görürsən Peyğəmbər sallallahu aleyhi ve sellem salih insanın, müminin qəbirdəki halından danışanda
Allah Teala onu müjdəliyir, mələklərin suallarına cavab verir. Fəftəhu lehu bəbən iləl cənnə. Onun üçün cənnətə bir qapı açın. Açırlar qapı, oradakı məkanını görəndə Allah nə deyir? Rabbi əqimis səə. Ey Rəbbim, qiyaməti qopart. Niyə? Görürək oranı. Gedim ora. Gedim cənnətə. Rəbbim mənə vədlər verib, gedim onlara qovuşum. Allah Teala bizi onlardan etsin. Həmçinin dəyərli qardaşlarım, təqvanın axirətdə olan faydaları var. Bir neçəsini də onlardan zikr eləyək, xatırlayaq. Axirətdə olan faydalarından biri təkfirü seyyiət və izamul əcr. Faydalarından birincisi odur ki, günahların bağışlanması və savabın çoxalması. Allah Teala Talaq surəsində buyurur ki, وَمَنْ يَتَّقِ اللّٰهَ. Bu surəyə baxsaz qardaşlar, Allah Teala bir neçə dəfə وَمَنْ يَتَّقِ اللّٰهَ وَمَنْ يَتَّقِ اللّٰهَ وَمَنْ يَتَّقِ اللّٰهَ. Bir neçə dəfə kim Allahdan qorxsa, kim Allahdan qorxsa deyir. Allah Teala ki, وَمَنْ يَتَّقِ اللّٰهَ يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُعْظَمْ لَهُ أَجْرًا. Kim Allahdan qorxsa, Allah onun günahlarını bağışlayacaq, seyyiət, pisliklərini bağışlayacaq və onun əcrini, savabını çoxaldacaq Allah Teala. Həmçinin faydalarından ikinci faydası, axirətdə yuhşarul muttaqin yawmal qiyamati mukarramin muazzamin. Qiyamət günü müttəqilər, Allahdan qorxanlar çox hörmətli şəkildə gələcəklər Allah Teala'nın huzuruna. Allah Teala Məryəm surəsi 85-ci ayədə buyurur ki: "Yawma nahşurul muttaqin ila'r-rahmani vafda." Biz qiyamət günü möminləri mərhəmətli Allahın qarşısına necə gətirərik? Hörmətli nümayəndələr kimi. Əgər sən təqva sahibi olsan, təqva əhli olsan, təqvanı ölənə qədər həyata keçirsən, vallahi Allah səni rəzil olan insanların içində hörmətli nümayəndə kimi gətirəcək. Əmirləri və qadağalara diqqət eləyənlər gəlsin. Onlarla gələcəksən. Sənin dostların var orada. Cənnətdə müttəqilərin, Allahdan qorxanların, Rəbbini təzim eləyənlərin dostları var cənnətdə. Kimlərdir onlar əziz qardaşlar? Kimlərdir onlar? وَمَنْ يُطِعِ الرَّسُولِ. Kim Rasula itaat edərsə, فَأُولَٰئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللّٰهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ أُولَٰئِكَ حَسُنَ أُولَٰئِكَ رَفِيقًا. Kim Rasula itaat etsə, Muhammed sallallahu aleyhi ve selleme, Rasula, hər kəsə yox, Rasula itaat etsə, onlar o kəslərlədir. Kimdir onlar? Nəbilər, sıddıqlar, salihlər, şəhidlər. Allah Teala deyir ki, onlar necə gözəl dostlardır. Sənin dostların onlardır. Lakin bəzi insanların dostları cəhənnəmdə olacaq. Abu Cəhil olacaq. Abu Ləhəb olacaq. Mulhidlər olacaq, zındıqlar olacaq. İnkarçılar olacaq. Allah Teala bizi müttəqilərlə bir yerdə etsin cənnətdə. Və sonra təqvanın qardaşlar axirətdə olan faydalarından el-muttaqin la tenqati'u xullətuhum və suhbətuhum əbədən. Müttəqilərin dostluğu dünyada Allah üçün dostluq eləyən, Allah üçün Allah qorxusu üzərində qardaşlıq eləyənlərin qardaşlığı daimi olacaq, əbədi olacaq. Allah Teala Zuhruf surəsi 67-ci ayədə buyurur ki, el-muttaqi el-əxillahu yevmə idin ba'duhum li ba'din aduvun illel-muttaqin. O gün qardaşlıq, el-əxillahu, yoldaş olanlar, qardaş olanlar bir-birinə düşmən olacaqlar. İllel-muttaqin, Allahdan qorxanlardan başqa. Allah üçün birləşən, Allah üçün ayrılan, Allah üçün sevən və Allah üçün nifrət eləyən kəslərdən başqa. Allah Teala bizi o qullarından etsin. Dəyərli qardaşlarım, təqvanın dünyada və axirətdə faydaları çoxdur. İnşallah bununla kifayətlənək.